Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. BYD Game Plus haqqında, bir də 20 Kuzu haqqında çox suallar yazırlar. Bu ikisi haqqında yazan sualları istədim birləşdirim, bir video çəkim. İlk olaraq belə bir şey çəkirəm. Yəni nətəri iki maşın haqqında birdən çəkirəm. Demək, plus 20 Kuzadan sual verirlər mənə ki, qardaş, vaxt var idi ki, yüksək aborotda falan ya trastada da sürəndə maşının içinə uqar iyisi gəlir, tüstü iyisi gəlir də, maşının tüstüsünün iyisi gəlir. Birinci, mən bu keçmiş videolarımda baxsaz, videoların içində içəri uqar vermək haqqında çəkmişəm. Maşın gedəndə, küləkləyəndə buferin altından verir maşının 20 Kuzanın hava batareyka yerinə. Həmin hava yeri də gəlir şitdən, o kondisioner yerindən hava verir içəri. Həmin o tüstü oradan gəlir. İndi sual verirlər ki, mənə bəs əvvəl retka hallarda gələrdi. İndir niyə tez-tez gəlir? Nədir bu? Demək, bax, diqqətlə qulaq asın. Əvvəl az gəlirdi. Çünki əvvəl siz sürürdünüz maşınınızı, motor az yağ yeyirdi. Retka hallarda yeyirdi. O sizin də eyni vaxtı yemir də. O dəyişik olaraq düşür. Kalsavatın arasına düşür. Retka hallarda olurdu ki, yağ güclü yeyirdi. Həmin o güclü yeyən vaxtları iyi verirdi, amma sonra da yemirdi. Onda elə də içəri vermirdi. Amma indi yağ başlayıb çox yeməyə, yağ çox yeyəndə də tüstünü çölə çox vurur 20 Kuzalarda. Tüstünü çölə çox vurduğuna görə də içərinə iyi daha tez-tez gəlir və çox vurur. Bilirsiniz ki, Amerikadan da bu maşınlar gələndə 20 Kuzalar katalizatorları bunların olmur. Katalizator olur, maşının katalizatoru yoxdur. Biri var zavatskoy katalizator olur. Biri var ki, sonradan o poddelka katalizatorları var. 100 manata, 110 manata. Həmin o katalizatordan buna qoşurlar. O katalizator dəyişirlər. İndi 20 Kuza olanlar da çoxsub dəqiqə şeylilər ki, maşının katalizatoru yoxdur. Katalizatorsuz maşın mümkündür. Katalizatorsuz olsa birinci tüstü basar, ikinci dırıltısından dayanmaq olmaz. Bütün maşınlarda katalizator var. 20 Kuzada da həmçinin. Sadəcə olaraq o bizim beyin düşüncəmizdə düşünürük ki, bəlkə o katalizatorsuz yox, elə də öyle əzizlərim. Katalizatoru orijinal katalizatoru Amerikadan gələndə Gürcüstanda mı falan milli tərkibində hansısa bir belə deyək də, qızıl deyirlər, indi mən də bilmirəm. Onu çıxardırlar, poddelka, yəni orijinal olmayan katalizator taxırlar. Ona görə tüstünü də çölə verir. Bunu sizə mən başa saldım. Maşın əvvəl az yağ yeyirdi deyə, tüstü az verirdi içəri. İndi daha çox almağa başlayıb deyə çox tüstü verir içəri. Keçək ikinci sualıma. 20 Kuzan sual verirlər ki, tormuz veririk. Tormuz verəndə bir də görsən priborda işıqlar yanır, bir də görsən priborda işıqlar sönür. Yəni nida işarəsi, təhlükə işarəsi, VCS, MCS. Nədir bu? O nədir? ABS düzgün qaydada işləmir çox vaxtı. Ya olur, ya olmur. Ya işləyir, ya işləmir. Sonra sual verirlər ki, çekin işığı priborda yanır 20 Kuzada. Nədəndir o? Çekin işığı yanırsa 20 Kuzada priborda, sizin maşında katalizator orijinal deyil. Ona görədir. Ona görədir. Sonra BYD Game Plus haqqında sual verirlər. BYD Game Plus'ın 100 kilometre işlətdiyi nədir? Baxın. Mən keçmiş videomda çəkmişdim, 3.6, 3.5 işlədir. İndi qış ayıdır, yanvar ayıdır. Baxın, işlətməyə çoxdur. İndi sual verəcəksiniz ki, qardaş, bəs deyirsən az işlədir, niyə işlətməyə çoxdur? İşlətməyə çoxdur ona görə ki, soyuq havadır. Motor tez soyuyur. Motor tez soyduğuna görə başlayır, həm motor tez soyuyur, həm də ki, batareykalar bunlarda lityum batareykalardır. Batareyka çöldədir, maşının altındadır. BYD'nin bütün modellərində altındadır da, belə Sial'da, Testroy 05'də, Game Plus'da çöldə aşağıdadır. Hava soyuq olanda batareyka zaryadkanı az saxlayır və motor tez soyuyur. Motor da tez soyuyanda maşın başlayır xodlanır, başlayır aborotda işləməyə. Aborotda işləyən vaxtı benzin çox yandırır, gördüyünüz kimi. Benzin çox yandırır. Həm də ki, batareykaya zaryadka verir eyni vaxtı. Eyni vaxtı zaryadka verir və ondan əlavə də qazı basırsınız. Eyni vaxtı zaryadka verdiyinə görə 3 tərəfdən motor yüklənir. Bir özünü qızdırır. Bir batareykaya zaryadka verir, bir də maşına aparır. Maşına apara da zaryadka da verdiyinə görə yarımcan işləyir. Ona görə motor aborotda işləyir.
Qış aylarında standartdır. Yəni belə kimsə də indi düşünür ki, qaqa bu şeydir, tokla işləyir falan falan falan. Yəni heç belə deyək də düşünməyin ki, ancaq tok olacaq, bu belə işləyəcək. Belə söhbət yoxdur. Hə. Yəni bunu da ondan əlavə olaraq da mən sizə yenə izah elədim ki, bunun izahatını benzin bu qədər yandırır, bu qədərdir. Sonra sual verirlər mənə ki, bəs benzinin qutaranda nə edirsən? Nə tərəsən? Bax indi mən bu videonu çəkmək üçün bir dənə benzin qutarmaq şeyini eləmişəm. Bax görürsüz mənim benzinim qutarıb. Düzdür? Mən maşın benzini olan vaxtı bunu atmışam, burada görürsüz ev var. Evə qoymuşam. Bunu da save eləmişəm. Düzdür? Save. Benzin ola maşın abortda işləyib, batareykaya zaryadka yığıb verib. Batareyka zaryadka yığıb və mənim indi benzinimə sürmüşəm ki, benzinim qutarsın. 5 manatlıq vurmuşdum. Elə belə ki, sürüm göstərim sizə. Benzinim qutarıb və mən indi maşını sürürəm. Və həmin vaxtı belə deyək də, benzin qutarandan sonra bunu atmışam ev. Bax görürsünüz, burada ev var. Bunu atmışam ev, motor xodlanmır. Motorun ucu xodlanmaq proseduru dayandı. Motorun proseduru dayanıb, indi hal-hazırda tokla idarə edirəm maşını. Görürsünüz? Hə, ondan da əlavə motorla da xodlama olur. Motorla da zaryadkaya qoymaq olur maşını. Evdə toka da taxıb zaryadkaya qoymaq olur. Və ondan da əlavə görürsünüz, Biləcərdən düşürəm. İndi hal-hazırda Xırdalan tərəfə gedirəm. Üzə aşağı maşını buraxmışam. Tormuzu basıram. Həmin vaxtı bu zaryadka yığır. Bu zaryadka yığanda da nətəri? Bu sürətin ondan yuxarı olacaqsa sənin maşınında, baxın ondan yuxarı tormuzu basırsan, burada zaryadka yığır. İndi düzdür, sürət zəifdir. Burada çünki tıxacda gedirəm. Amma maşını spuskadan aşağı buraxanda, bu spuskadan aşağı buraxırsınız, qazsız adı buraxırsınız, özü podyumla düşürsə, minus 8 kilovatla idarə eləyir. Əgər tormuzu basırsınızsa, daha çox yığır. Məsələn, minus 23, 24. Görürsünüz, indi mən üzü aşağı buraxmışam maşını. Heç bir şeyim yoxdur da, yəni qorxum, problemim yoxdur. Gedir, normal şəkildə gedir. Amma belə deyək də, basıramsa podyumun içəndə tormuz zaryadkaya. Yəni əslində maşının bu proseduru budur. Çoxları indi fikirləşir ki, ay qaqaş, bu maşını aldıq, ay belə nətər deyimi, birdən yolda qalaramsa zat. Elə bir şey qətiyyən yəni yoxdur da, yolda qalmaq söhbəti yoxdur. Düz deyək, batareykan da olmayar. Bunu nəzarət eləyin də, öz nəzarət eləyin. Mən məsəl üçün çalışıram ki, məsəl üçün belə deyək də, qış ayında 10 manata 160-170 kilometr. Bəzi blogerlər BYD haqqında çəkir. Görürəm ki, çox belə deyək də şeylər çəkirlər, amma yəni üst-üstə düşmür də, yəni olanla birlikdə, yəni tras çıxanda, bu maşın trasa çıxanda benzin çox işlədir. Yəni onu bilin. Şəhərçi çox yerdə dayanırsınız deyə sönür, yavaş tərpənsiz, tıxacda tərpənsiz, batareyka ilə gedir deyə ekonomdur. Amma şeyə eləyəndə trasda çox işlədir, az işlədir, yoxdur. Bir də bu maşının trasda qəşəng bir şey odur ki, qəşəng şeydir ki, avtopilota qoyursunuz 110-la sürürsünüz də məsəl üçün də, həmin vaxtı batareykaya zaryadka da verir. Təkərin sürtünmə gücünə uyğun olaraq zaryadka da verir. Bax onu sizə deyim. Amma stabil batareykanın sürəti eyni vaxtı saxlamalısınız. Ay qaldırın sürəti, ay aşağı salın sürəti. Belə söhbət yoxdur da, yəni. 110-da saxladınız, yığacaq. 120-də saxladınız, yığacaq. Sonra keçək 20 Kuza haqqında suallar verirlər. 20 Kuza'da sual verirlər ki, mən maşını almışam, mənim arxa kameram yoxdur, qapıda knopka yoxdur, qapını basıb açmaq üçün. Bu 20 Kuzaların hamısında belə olmur. Elə 20 Kuza var ki, luku var. Elə 20 Kuza var ki, qapısında knopka yoxdur, arxa kamerası var. Elə 20 Kuza var ki, nə knopkası var, nə arxada kamerası var. Daldala verəndə kamera var. Elə bir şeylər yoxdur. Bu maşın belə deyək də 20 Kuza dəyişik olaraq çıxıb. Vaxt bu üçün yəni çıxan ilinə görə dəyişir model.
Yəni indi çoxları var ki, deyir ki, hə, yox, bunlar hamısı eynidir, hamısı eyni deyil. Prius var ki, plugin sistemidir. Mənim bir dənə videom var. Lap keçmiş videolarıma baxsaz, maşın bazarı videolarımda. Mən orada bir dənə Prius çəkmişəm. Plugin sistemidir. Tokla da zərətkası var. Mən onun bir dənə video çəkmişəm, o tokla da var. Keçdi, indi bir dənə şey söhbət eləyim sizə, deyim sizə. BYD Gimplus'la Prius'un batareyka söhbətlərindən şeydir. Bunların hibrid sistemləri eyni işləyir. Maşın xodlananda zərətka yığır hibrid, maşın xodlamayanda belə deyək də evdə qoya bilirsən. Prius'da məsəl üçün sürdükcə batareyka sistemi zərətka yığır xodlandıqca. Zərətka yığır, amma stabildə saxlayır, sonra onu bölüşdürür. BYD-də də həmincədir. BYD-də bir dənə elektrik sistemi var, tok sistemi. O tek sistemi, baxın, indi podiomu düşürəm, görürsünüz, bax, -1, zərətka verir. Tormuzu basırsan, məsələn, qalxdı, gördünüz, 2-yə, 3-ə, 4-ə. Sürət artırdım deyə. Və indi bax, məsəl üçün, görürsünüz, 0-dır. Heç nə istifadə eləmirəm. Sürət gedirəm 10-11, burada da kilovat eyni cür qalır. Amma indi biraz sürətin bayaqki kimi biraz uzun olsaydı eyni vaxtda zərətka verəcək. Bax indi göstərir 1, niyə görə mən tormuz verdim, maşını tərpətdim yerindən. Həmin vaxt. Yəni dostlar, əslində bu maşından almaq istəyən dostlarımızdan danışam. Bu maşından almaq istəyən dostlarımız bu maşını haqqında, yəni bir nəfər, 2 nəfərin videosuna baxıb düşünməyin ki, belədir. Bir nəfər, 2 nəfərdən də sürməklə deyil. Məsələn, Şükür Alabaş şəhərində taksilər çoxdur. Taksilərdən gedin, maraqlanın. Oturun, məsələn, müştəri kimi gedəndə prosedura baxın, necə işləyir. Hər taksi şoföründən bir məlumat alın. Məsələn, indi adam var ki, əslində o 1 ay, 3 ay sürəndən yox, 3 ay, 5 ay, 10 ay sürəndən maraqlanın ki, nətərdir. İndi mən bu haqda daha geniş bir video çəkəcəm. Sırf BYD haqqında çəkmişəm, əslində keçmiş videolarımda var. Biraz onda təzə sürürdüm. İndi artıq 6-7 aydır, 7 aydan da çox sürürəm. Mart ayından sürürəm. Məsəl üçün yaxşıdır. Mənə görə, yəni yaxşıdır. Amma 20 kuzadan düşüb buna minməyəsən də. Yəni 20 kuza özü idealdır. Kimsə indi ekonom maşın istəyirsə, taksi üçün istəmirsə, ekonom maşın istəyirsə, taksi üçün istəmirsə 20 kuza alsın. Əgər ekonom istəyirsə, taksi üçün istəyirsənsə alsın BYD. BYD-nin də indi çoxları sual verirlər ki, Gimplus nədir, nə bilim, Sial nədir, Destroy 05 nədir? Əslində hamısı eyni şeydir. Yəni bütün sistemləri eynidir. Toyota Corolla 2005-də də həmin funksiyadır, 2010-da da həmin funksiyadır, 2015-də də həmin funksiyadır. Prosta getdikcə dizayn dəyişilib, funksiya dəyişilib, bir də batareyka ilə plugin sistemin hərəkətinin dəyişilib. Məsəl üçün, Sialda daha çox geysən, indi onu bilmirəm Sial nə qədərdir. Məsələn, Destroy 05-də 70 km geysən, Gimplus'da 30-35 km geysən. Batareykanı təmizsə, yaxşıdsa verəcək. Yəni sual altında qalmaq söhbəti yoxdur. Kilometrajı verir. Bugünlük bu qədər dostlar. Kanalıma abunə olun, videolarımı bəyənin, mənə dəstək olun. İnşallah bundan sonra gözəl videolar çəkəcəm. Amma çox güman ki, bir neçə vaxtdan sonra bu kanal dəyişilib. Başqa ikinci kanal açacağam. Bu kanalı artıq başqa dövriyyəyə verəcəm. Başqa cür adamlara, başqa cür çəkilişlərə verəcəm. Sağ olun, salamat qalın.